Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəri. Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan ordusu bu istiqamətdən hücum edərək düşməni qova-qova torpaqlarımızdan çıxartdı. Füzuli rayonu. Qaraxanbəyli kəndi. Ermənilər tərəfindən dağıdılmış Qaraxanbəyli kəndi. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Əhmədbəyli Füzuli Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli Şuşa yolunun təməlini qoydular. Yeni işlənmiş layihəyə körpü və tunellərin inşası daxildir. Yəni çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni trassa Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək. Füzuli Şuşa yolunun təməlini qoyduq. İndi isə yeni inşa ediləcək Füzuli hava limanının təməlini qoyacağıq. Və bu il hava limanı hər halda uçuş